Salam, kanalıma, videoma hamınız xoş gəlmişsiniz. Bugün kısa bir vlog çəkirəm. Ne kadar gün var. Bugün kısa bir vlog çəkirəm. Gedirik Nərmanova. Yəni elə belə bir məqsəd yoxdur. Sadəcə evdə sıxıldıq, dedik gedək biraz gəzək. Belə neynəsəm, nə alsam hamısını sizlərə göstərəcəm. Onda getdik. Bir qədər dadlı da, amma çox turşdu. Turş şeyləri çox da sevmirəm. Artıq qaydırıq. İnanın mənə, o qədər istidir hava. Qəşəng kofelər aldım. Gidib qəşəng soyuq kofe hazırlayacağım. Üstünə də çəkərəm. Necə hazırlayacağım? Çəkərəm onu sizlərə. Gedir yerə. Kofemizi açıb tökürük. İlk öncə biraz qaşıqla həll edirəm ki, suyun içində yaxşı həll olsun, topa qalmasın. Sonra isə artıq kofe qarışdırıcı ilə çoxlu qarışdıram və gördüyünüz kimi biraz da tökülür. Mətbəxdə olar elə şeylər. Sonra təzədən görürəm biraz çöpük qalır, onu da qarışdırıram qəşəng qaşıqla. Sonra isə buz. Mən çox buzlu sevirəm həqiqətən. İndi burada da görürsünüz ki, nə qədər buz tökdüm də içinə. Çoxlu buzumuzu tökürük. Sonra isə pipetka ilə qarışdırırıq, hazırıq və nuş edirik. Və bu su damlası formasında olan sırğanı aldım. Bilirsiniz də bunlar bir zamana çox popüler idi. İndi tapdım və aldım.